Qarabağ Zəfər gününü qeyd etmək üçün toplaşmışıq. Bugün təkcə bir tarix deyil, bugün xalqımızın birliyinin, cəsarətinin, inamının və vətən sevgisinin təntənəsidir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordumuz 44 gün davam edən vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad etdi. İllərlə həsrətində olduğumuz Qarabağ torpaqlarına azadlıq bəxş etdi. Bəli, bu zəfər şəhidlərimizin qanı, qazilərimizin igidliyi, analarımızın duası, xalqımızın birliyi ilə qazanıldı. Biz bugün buradayıqsa, bayrağımız azad torpaqlarda dalgalanırsa, bu onların qəhrəmanlığı sayəsindədir. Bugün biz həm qürurluyuz, həm də qəlbimiz biraz kövrəkdir. Çünki azadlığın qiyməti şəhid qanı ilə yazılır. Bugün biz bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, ruhlarına rəhmət diləyib. Qazilərimizə isə can sağlığı və uzun ömür arzulayırıq. Qalib gələn torpaq sevilən torpaqdır. Qanla yoğrulmuş hər qarış müqəddəsdir. Əziz dostlar, bu zəfər bir millətin dirçəlişinin, gücünün, əzminin sübutudur. Biz bugün hamımız vətənimizi qoruyan, onu sevən, musiqisi və sənəti ilə ucaldan nəsil olmalıyıq. Çünki qalib xalq olmaq təkcə döyüşdə deyil, həm də mədəniyyətdə, elmdə, sənətdə, bilişdə qalib olmaq deməkdir. Ordumuz sübut etdi əzəmətini, göstərdi düşmənə güc qüvvətini. Vətənin qeyrətli bu oğulları düşmən üzərində çaldı zəfəri. Bugün biz musiqinin dili ilə, səsin və notların gücü ilə vətənə olan sevgimizi, zəfər sevincimizi ifadə edəcəyik. Ancaq konsert proqramımızda başlamazdan əvvəl qeyd etmək istəyirik ki, bugün bizim bu tədbirimizdə şəhid ailələri, şəhid anaları iştirak edir. Əziz qonaqlarımız, şəhid anaları, sizləri salamlayırıq, sizlərin qarşınızda baş əyirik, sizlərin əllərinizdən öpürük. Çünki siz bizim torpağımıza belə igid, qəhrəman oğullar yetişdirmişsiniz. Və mən çıxış üçün sözü şəhid analarını vermək istəyirəm, onları səhnəyə dəvət etmək istəyirəm və qeyd etmək istəyirəm ki, bu şəhidçi şəhidlərindən məhz bizim məktəbin də məzunları olub, Məmmədli Əli Hüseyin, Məmmədli Cavidan məhz bizim məktəbimizin yetirmələri olublar. Əziz analar, buyurun, sizləri dəvət etmək istəyirik. Şəhidimiz Kərim Mustafanın bibisi Xavər xanım çıxış etmək istəyir. Siz analar da buyurun, kimin ürək sözü varsa bizimlə bugünkü günümüzdə öz hisslərinizi, fikirlərinizi bölüşərdiniz. Salam, hoş gördük hər biriniz. Gəlibək günümüz hər birinizin mütabıq olsun. Allah bütün şəhid balalarının evini, məkanını cənnət eləsin. Mən də oldum bu məktəbin məndəsi oldum. İslam müəllimin məndəsi oldum. Allah bütün şəhidlərimizin məqamını həmişə uc eləsin. Valideynlərinə səbir, dözüm versin. Allah canınızı sağ eləsin ki, bizi bu tədbirə dəvət eləmişsiniz, belə tədbirlər hazırlayıb, şəhid balaları yad edirsiniz, unutmursunuz, var olasınız, sağ olun. Varlığını
şöhrətə bax adında, qüdrətə bax adında. Deyim nə sən, xəzinə, baxıb nurlu üzünə, aranına, dağına, gözəl Qarabağına ad qoyub can deyiblər. Azərbaycan deyiblər. Azərbaycan, möhtəşəmdir gür səsin, üstümüzdən əskilməsin nəfəsin. Bu torpağa vətən deyən hər kəsi şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi o haqqam. Bax, bu idi gözlənilən o xoşam. Bu torpağa igid doğan, hər doğan anaların əllərindən öpürəm. Bu zəfəri hər zərrəmdə duyuram. Sevincimi göz yaşımla yuyuram. Araz boyu muştuluğa yürən dəli dağın yerlərindən öpürəm. Bu torpağın, bu elin qüdrətinə eşq olsun. Bu millətin şəninə dastanlar yazılmalı. Hər oğlunun, qızının qeyrətinə eşq olsun. Həmişə Türk övladı bu cür məğrur durmalı. Zirvədədir hər zaman and içdirim bayrağım. Şuşada tarix yazan igidim mənim. Qanımla
Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Gözün aydın Azərbaycan. Vətənimiz, Antepimiz, şərəfimiz, qələbənin yollarında böyük qurban vermişiz. Neçə ilin həsrətinə nəhayətdir son qoyuldu, göz yaşlı Qarabağın əsarətdən azad oldu. Övladların bir qəhrəmandan başında girdi duman. Bu qələbə mübarəkdir, gözün aydın Azərbaycan. Övladların bir qəhrəmandan başında girdi duman. Bu qələbə mübarəkdir, gözün aydın Azərbaycan. Bizim Ali Başkan'da son söz seninle zaman. Yaşama benim halkım, gözüm aydın Azerbaycan. Kendimize vertemiştik, biz birlikten güç almıştık. Zülmetler yanıp gitti, güneş gibi doğrayıştık. Halkımıza arkadan mevd olmak kisas aldı, öz yerini bildi düşman, arkadan erten uçaldı. Halkımıza arkadan mevd olmak kisas aldı, öz yerini bildi düşman, arkadan sefer çaldı. Övladların bir qəhrəmandan başına gəldi duman. Bu qələbə mübarəkdir, gözün aydın Azərbaycan. Övladların bir qəhrəmandan başına gəldi duman. Bu qələbə mübarəkdir, gözün aydın
Torpaqda şəhidlərin qanı var, bu torpaqda igidlərin anı var. Ayrılmış şəhədən dolanır, yollar bizi qələbəyə aparır. Ayrılmış şəhədən dolanır, yollar bizi qələbəyə aparır. Bu yol səfər yoludur, bu yol haqqın yoludur, bu yol millət yoludur, bu yol vətən yoludur, bu yolda igidlər can qoydu.
El kızları düzüm düzüm gönlün akma. Bir güneşin gençemizin her kullarında. Bir çölleri bu elleri tabi bağlarım. Bağları bu elleri boş bir bağlarım. Qoy xalqımızın qürur simvolu olan üç renkli bayrağımız daim azad semalarımızda dalgalansın. Qoy bu zəfər hər zaman bizə güc, inam və birliyimizi xatırlatsın. Eşq olsun Azərbaycan ordusuna, eşq olsun Azərbaycan xalqına,
Qarabağ Azərbaycandır. Beləliklə, bugünkü şanlı zəfər günümüzə həsr olunmuş konsert proqramımız sona çatır. Sonda Şəki Zaqatala Regional Mədəniyyət İdarəsindən qonaqlarımız var. Xatirə xanımı, Vüsal müəllimi, Elvin müəllimi sizləri salamlayırıq və sonda Elvin müəllimi sizi səhnəyə dəvət edirik. Buyurun. Hörmətli şəhidlər, üzvləri, əmrəşəkərsləri, qonaqlarımız, təbii iştirakçıları, sizləri Şəki Tarixi Mələk Rəsadını salamlayıram. Bəli, bu günlər zəfər günü, qeyd etdiyimiz günlərdir, bizim üçün, tariximiz üçün qürvəyici bir gündür. Biz bu qürvəyici günü şəhidlərimizə borçluyuq, qazilərimizə borçluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Təbinin ərsəyə gəlməsində şəhid ötürlər, düşən müskin məktəblər, fərdilər, müəllimlərlə və şahidlərlə bizləri təşəkkür edirik. Çox sağ olun. Hər birinizə sonraki